Ayşə, Əli, Nəzrin və eləcə də adını bilmədiyimiz, amma sevinci hamımıza yaxşı tanış olan o gənclər. Dünənki ard-arda gələn qəbul xəbərləri, ali təhsil pilləsinə yüksələn gənclərin həyəcanı hamımızın üzünü güldürdü. Biz də dedik ki, onların sevincinə qoşulub, duyğularına tərcüman olaq. Ayşə Tovuz rayonunun Düz Qırıqlı kəndindəndir. 11 illik təhsilini də elə həmin kəndin bir saylı tam orta məktəbində alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Qida Mühəndisliyi fakültəsinə qəbul olub. Dünən cavablar çıxdı. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Qida Mühəndisliyi tədris ingilis dilinə qəbul oldum. Əslində gözləyirdim, amma ki tədris ingilis dilinə qəbul olacağımı gözləmirdim. Mən daha çox Azərbaycan dili üzrə fikirləşirdim ki, ora qəbul olaram. Amma tədris ingilis dilində olduğunu gördüyüm üçün də bu qədər sevindim. Çünki Adınsu Azərbaycan Dövlət Neft Sənaye Universiteti çox yaxşı universitetdir. Yəni təhsil barəsində yaxşı universitetlərdən biridir. Buna görə də oranı seçdim. Hətta 9 ay əvvəl oradan keçəndə bacım dedi ki, gəl burada bir şəklini çəkək, manifest olsunsa. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan Əli Bayramov isə sevincini əvvəlcə nənəsi ilə paylaşıb. Xəbərlərdə gördüm ki, mən UNEK-də biznesin idarə edilməsinə daxil olmuşam, türk dilində oxuyacağam inşallah. Sevincimdən nənəmi belə necə var qucaqlamışam, möhkəmdən qucaqlamışam. Sonra gəldim anamı, babamı, atamı, hamını bir-bir qucaqlamışam. Yəni o sevinci izah eləmək imkansızdır. Yəni gərək o sevinci yaşayasan. O sevinci yaşamaq üçün də gərək çox işləyəsən. Biz də öz növbəmizdə Ayşə və Əlinin timsalında ali təhsil həyatına qədəm qoyan bütün gəncləri təbrik edir, bilik və bacarıqları ilə gələcəyə inamla addımlamağı arzulayırıq. Qoy bu günün yaratdığı sevinc və həyəcan qarşıdakı illərdə əldə edəcəkləri uğurların ilk müjdəsi olsun. Nigar Polad, Nuranə Sultanova, Kəmal Əli Muradova, Xəzər xəbər.